kurtarmaya çalışıyorduk. Ama bunlar katledilmiş çocukları sana bana, evladına, bacına, anana, babana bir güzel yediriyorlar. Afiyet olsun kardeşim, yarasın, şifa olsun. Bunlar böyle adiler, bunlar böyle karaktersizler işte. Vakti hayranlara da selam olsun. Eyvallah. Bu video yəqin ki, bundan sonra mənim media savadlılığı mövzusunda nümunə kimi göstərəcəyim ən sevdiyim videolardan biri olacaq. Deməli, Türkiyədə bir kontent yaradıcısı, həmin bu şəxs, yeni videosunda belə qeyd edir ki, McDonald's-da bizə insan əti, uşaq əti yedizdirir. Və mən bunu bilirsiniz kimdən gördüm? Yerli, çox məşhur bir blogerin hekayəsində. Əvvəlcə mümkündürsə sizə biraz rahatlıq vermək istəyirəm ki, birincisi, Azərbaycana daxil olan bu qədər böyük zəncir, restoran zəncirləri nəhayətində baş ofis tərəfindən gələn reseptləri nəsə hazırlasalar belə, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi bu restoranların hər bir şeyini yoxlamalıdır. Və nəzərə alsaq ki, bu zəncirlər heç də balaca restoranlar deyil, düşünə bilərik ki, ən azından uşaq əti yemirik. İkinci məsələ, mən bunu kursumda, təlimlərimdə, hara çıxa bilirəmsə, hara danışa bilirəmsə, hara yaza bilirəmsə deyirəm. Emosional dil bizə hər zaman 3-4 dəfə düşündürməlidir ki, bu insan bizə fikir ötürmək istəyir, məlumat ötürmək istəyir, yoxsa bizim reaksiyamızdan nəsə qazanır. Həmin video yalnız Instagramda 640 min insan tərəfindən bəyənilib və 1 milyon insan tərəfindən paylaşılıb. Deməli, taktikası işə yarayıb. Digər bir məsələ isə McDonald's-ın insan ətindən istifadə eləməyi ümumiyyətlə 2014-cü ildə baş vermiş, daha çıxmış bir əfsanədir və həmin əfsanə satirik bir bloqdan çıxıb. Bəli, kimsə mırtdaşmaq üçün paylaşıb və bu birdən-birə viral olub. Və bununla bağlı internetdə o qədər fakt yoxlama səhifələrindən yoxlanılmış faktlara baxa bilərsiniz ki, McDonald's insan əti istifadə eləmir. Digər maraqlı fakt. Digər bir fakt. Bu şəxsin profilinə baxanda müsəlman olmağı ilə bağlı və müsəlman olduğunu deməyi ilə bağlı bir çox fərqli kontent görə bilərsiniz. İndi bununla nə əlaqələndirəcəm? Türkiyədə hazırda İsrail və Fələstin mövzusunda mövqe qoyan insanlar çox kütükləşiblər. Bunu hamımız bilirik, düz deyil. Və Fələstinə çox radikal və fanatik dərəcədə dəstək olan insanların bir çoxu müsəlman qruplardır. Türkiyədə, yenə deyirəm. Daha doğrusu mənim müşahidəm budur. Və bilirik ki, pro-Fələstin aksiyalarının, cərəyanının ən böyük hissəsini bu kimi böyük İsrailə dəstək verən Amerika əsaslı brendlərin və mağazalar şəbəkələrinin boykotu təşkil edir. Paltaryanın səsini üzrü sayın. İndi icazənizlə qayıtmaq istəyirəm yenə həmin kontent yaradıcısının dediyi, danışdığı sözlərə, istifadə elədiyi emosional dilə. Fikir verdinizsə, o insan əti demir, uşaq əti deyir. Çünki bilir ki, uşaq əti dedikdə, uşaqlarla bağlı bir şey dedikdə, cəmiyyətin çox böyük əksəriyyəti buna daha ciddi reaksiyalar verəcək. Amma bu kontent nəticədə əsassız, emosional olaraq insanlarda qorxu, şübhə yaradan, polemika yaradan, amma heç bir şəkildə ikinci